Selamun Aleyküm. Bugünkü dersimiz meddül muttasil hakkındadır. Yani bitişik med. Eğer med harfi ondan sonra gelen hemze ile eyni kelime dahilinde olarsa bu meddül vacib el muttasil adlanır kardeşlerim. Hükmü bütün alimlerin ittifakıyla vacibdir. Yani təbii medlərdən daha artıq uzadıldığı üçün. Vacib adlanmasının səbəbi də budur qardaşlarım. Miqdarı 4-5 hərəkətdir. Məsələn, burada görürsünüz ki, İzə cəə nasrullahi vəl fəth. Buradakı cəə, yəni görürsünüz bir kəlmədir cəə kəlməsi. Və bir kəlmənin içərisində həm məd gəlibdir, bu gördüyünüz məd və sonra da həmzənin gəlməsidir. Bu halda məddül muttasil olur və 4-5 hərəkət uzadırıq. Burada da eyni cür və əhatat bihi xati'ətuhu. Görürsünüz bu məddir. Məddən sonra da bir kəlmədə həmzənin gəlməsidir. Burada da eyni cür kardeşlerim. Su'el-azâbi. Yani görürsünüz burada meddir. Medden sonra bir kelimede hemzenin gelmesidir kardeşlerim.